Hamınızı xoş gördüm. Uzun aradan sonra yenidən kanalda yeni bir vlogdur və eyni zamanda uzun aradan sonra yenidən çox sevdiyim Sım kəndimdəyəm. Hazırda payızdır və digər illərdə noyabr ayında ağaclar tam yarpaqlı olsa da bu il fəsillər bir qədər dəyişir. İnsan havaya müdaxilə edə bilməz. Ona görə də bu ilki payız bir qədər Sımda fərqlidir. Lakin payız fərqli olsa da Sımda dəyişməyən bir adət var və bu hər payız Sımda xüsusi doşabın hazırlanmasıdır. Bu doşab bizim Novruzda yeməyə öyrəşdiyimiz xırda quru xurmalar var. Onlar burada ağacda bitir və həmin xurmalardan hazırlanır. Bayaq kəndi bir qədər gəzirəm və kəndin yuxarı məhəllələrində belə demək olar ki, bütün evlərdə həmin doşabdan hazırlanır. Xüsusi hazırlanma üsulu var. 2021-ci ildə bu kəndlə tanış olan ilk ildə Ruslan dayının Aliyə xanım hər zaman dedi ki, gəl doşabı çək, hazırlanmasını çək, göstər. Lakin ailənin qisməti idi, nə idisə, hər ilin noyabrına Sımın adını tutan ilin vaxtda tam bambaşqa bir dünyanın başqa bir qütblərinə, başqa bir ölkələrinə gedirdim. Bu il tamamilə belə özümü toparladım ki, qısa bir 2 günüm olsa da həqiqətən də fələkdən bir gün çaldın adama deyərlər. Belə bir misal var, buna oxşuyur və həmin 2 günü tam kəsib Sıma gəldim. Üstəlik də ki, Ruslan dayı da xəstədir, Allah ona şəfa versin və hər dəfə dedim, mən xəstəyəm, gəlib mənə dəymirsən. Bir nöfəm ziyarət həm ticarət oldu. Səhər tezdəndən, dünən bura axşam gəlib çıxdım və səhər tezdəndən Aliyə xanımla xurmaları yığdıq. Qonşularında və qohumları sayılır. Bütün kənd zaten bir-birinə qohumdur. Kömək elədi, həmin uşaq ağacı silkələdi. Hey, hey. Mən indi ona tərəf aşağıya təzədən enəcəm. Görək proses nə yerdədir. Bu proses bir qədər uzundur. Eləcə xurmanı yığdım, bişirdim, hazırladım demək deyil. Birinci xurma yığılır. Daha sonra ikinci bir proses var ki, biz onun üçün Ruslan dayını gözləyirik. Ruslan dayı hazırda dializdədir aşağıda. Klinikadan qayıtmasını gözləyirik. Artıq üçüncü prosesdə, üçüncü mərhələdə biz doşabı hazırlayacağıq.
hər tərəf qoyub getdiyim kimi də daha da gözəlləşib. Payızın xüsusi bir gözəlliyi var ki, istənilən bir yerə öz gözəlliyini, öz o həzin hərarətini, öz həzin o gözəlliyini qatmaqdadır. Elə buralara da yaraşır. Gəlin vaxt itirmədən Aliyə xanımın yanına gedək və görək ki, bu proses nə yerdədir. Tan yox idi də məndən. Məndən nədir, tərsək demişik, tutsaydılar məndən. Boşan ki, boşan ki, şuna. Demək bu ağacın budaqları çox nazikdir. Ona görə də xurmaların çoxu videonun əvvəlində gördüyünüz kimi göy örtüyün üstünə düşməklə yanaşı bəziləri yerə düşüb və indi hazırda Aliyə xanımla qızı Aydan yerə düşmüş həmin xurmaları toparlamaqla məşğullar. Mən səhərsə biraz kömək edim, amma tam da bayağı bir zəhmətli bir işdir. Necə gedir Aliyə xanım? Yaxşı, əla. Bu xurma bugün bizim günümüzü bəzədi. Səni də bizdən aldı. Elə də xurma işi belədir. Biz də işin tələbinə uyğun hərəkət edirik. Allah sənə ömür versin. Allah canına dəyməsin. Heç də qırağa çıxmamış. Payızın barıdır, payızın bəhrəsidir. Cənubun eyni zamanda hazırda feyxua və narıncı mövsümüdür. Burada həyətdə feyxua ağacları var və biz gələnə qədər yığılmışdı burada feyxualar. Çox dadlıdır, inanılmaz dadlıdır. Sanki Bakıda satılan heç o feyxualar deyil, amma halbuki cənubdan gəlir bu feyxualar. Yumşaqdır və dadlıdır. Mən məsəl üçün Bakıdakı feyxuaları qabıqla yeyə bilmirəm. Burada isə tam da elə qabıqla feyxualarım yedi. Bu eyni zamanda armuddur. Bunlar ağacdan tökülürdü. Onu da gündüz özüm yığdım. O armuddan da Aliyə xanım bir şeyler hazırlamalıdır. Nətərsən Ruslan dayı? Yenə çəkirsən. Necə keçdi bugünkü müayinən? Halın yox idi amma. Çatdım ediyor, təzyiqim düşüyor aşağı. Niyə təzyiq düşür ki səndə belə aşağı? Nə bilim, son vaxtlar bəzəndə zəiflik var, nə var bilmirəm. Çox qəribədir. Bəlkə indi bu videoya baxan kimsə bir həkim olar, bir çarə Hər deyər. inşallah olar. Hər su çəkmədən sonra belə olur səndə son illər, Yox, son son dəfələr. vaxtlar belədir. Təzyiq dərhal düşür aşağı. Hə. 170 əvcü az idi, amma ki azlıq edir. Vay vay. Allah şəfa versin. Bəzilər kimi deyir, bəzi deyir ki, mən ölürəm, amma elə şey demirəm, şükür Allah. Buna da şükür. Düzdür. Bayaq bir söz dedin ki, nə sərvət, nə ev, ancaq can Hə, sağlığı. ancaq can sağlığı. İnsan ancaq can sağlığı lazımdır. Qalanı bu şeydir. Nə bilim, bu uşaq, bu arvad, bu ev, bu həyat, hamısı burada qalacaq. Bu şeydir. Can sağlığı olsa hər şey olacaq. Allah sənə şəfa versin. Sağ ol. Gəlin bir gün görüm ki, artıq sağalmısan. İnşallah. Ruslan dayının da narahat durumunu nəzərə alıb bizə Pərviz kömək edir. Çox sağ olsun. İndi bugün burada nə edəcəklər ki bu? Uzunda nə edirlər? Aliyə xanım, ocaq bunda yanacaq ki? Yox. Onları belə Əzəcək sizindir. novdur da bunun adı, nov. Nov? Nov. Nov nə Yəni deməkdir? biraz bunu ahənglə desək, yəni naov. Nov, elə bir dəfə ki nov deyirəm, naov. Yəni önündə su toplanır. Ensiklopediyadır, ensiklopediya. Evet, sohbet bu. Ama kizan pek adam. Hə, burada indi xurmanı əzəcək, yadıma düşdü. Burada xurmalar əziləcək. Hay senede mal. Elə. Hay man, hay senede mal. Bekar bensin. Benzin bekar. Çapsın be bentü. Ne bu bekar yerini değil. Mən tut da yox. Yine aktarım aktar bana fena yok. Kesin rahat. Ay, çiğ bak, Yine yu bana kutuna yok ya. Sonra bu doşab hazır olansa böləcəksiniz xurma gətirənlərlə yoxsa O xurma gəl, o mənimki indi bugün toplamamışıq. Hə. Onu özümüz üçün bişirib, bunu isə sabah bişirərəm. Mən bunu sabah bişirəcəyəm, ana oğlan üçün. Hə. Başqası deyil, qaynımın oğludur. Sadəcə mən də onu bişirərəm, o gəlib böləcək. Necə istəsə elə bölər. Hə, Çünki mən xarakterimi dəyişə bilmərəm. Arus kayını. sən heç də sən Ha. Rahat havası ilk kasa koş ya. Nə İlk yapıda bazala.
Dalasına. Buna. Qala bu da. Baba, tamam. Bu şeydir də, heyvanların su içdiyi odur da, hə? Ha. Böyle hol var. Orada süzülmək, suyun süzülsün, Hə. onun şiləsinin axmaq məsələsi. Ona görə belə yuxarı aşağı eləyirsiniz, hə? Yuxarıdan əzib aşağıdan suyu süzəcək. Çiş bəs qotar. Çişinə lider qotar. Çiş qadar. Niyə ömrdə qoyaq? Hətta müziyin tərəf çox iyi. Ona çox əvvəl var var. Çiş dondurlar. Nüməsə, Şunun bəğətə bu. halına da xal. Halı ya qotar. Ki xalı Yox, keçir, xalı. nümə qasəki. Çox maraqlı. Zaten sabah sayfasına bakalım. Moda ama Pişmiş başı. Gündüz burada bir isti var idi. Gəl görəsən 13-də, 12, 13-də amma baya bir isti idi, amma indi artıq axşama doğrudur və hava əməlli sərinləyib. yani Türkiye. Yani tamam tamam. Yani ha, Rona. Asa tu tu taşıyı. Ya baran bu tabi düz. Bırın çok. Ha, barınca cebayo. Baran zegini ya. Fatima, ne niye barınca? Niye ya? Ama çişi de düz atar. O barınca. Pese baran sonra baran kuri var. Tabi ya bu. Mami, çelenke bir ya. Aslında ne kadar poli bana da. Abi ince doku. Talışlardan başqa heç kim keçmişdə. Talışlardan başqa heç kim başa düşməyəcək bu videonu. Bunu keçmişdə. Bax bunu indi içi ağacı kəsərdilər belə uzun. Aha. Və bunun içini eynən beləçinə qazardılar. Əl deməli alatlarla. Taşla deyilən belə baltaya oxşar alat var. Onu burada bizə dəmirçilər düzəldilər və onunla onu qazı bunun içini çıxardırlar. Burada məqsəd nəyə görədir? Belə uzun bir taxtdan qabı olur. Burada bunun xurmanı bu üstə xəmir vurandan sonra bir tərəfə hündür, bir tərəfə alça qanda. Ona qaynar susanda su süzülsün. Onun şirəsi çıxsın. Onu indi Böyle bu taban kaç. ha bu bütöv ağac fəaliyyət onu sizə şairəmiz onu sizə hər şey izah edəcək. Şairəmiz, bəli, zəhmət olmasa şairəmiz. O sizə onu hər şey canlı olaraq göstərər görərsiniz. İnşallah. Çox maraqlı bir bu bizi ata babadan süzülüb gəlmiş bir sənət əsəridir bu. Maşallah. Məncə də heç bir bölgədə eləmirlər bunu. Heç bir bölgədə də bunu eləmirlər. Bu Məncə də bizim ərazilərdə bu meşədə cır xurmalar ki var və meşələr Bəli, yığılıb bəli. gəlir. Məhz onu ocaq külü ilə, onun spes, onun texnologiyası var ki, onun şirəsini alırlar. Ondan sonra bir gün onun bir xəmiri bir günə çıxır. Bu ciyərin dərmanıdır, min dərin dərmanıdır bu. Xüsusilə cigər xəstəliyi üçün bu çox böyük faydası var. mən son 3 ildə bu Covid çıxandan elə ki gördüm ki, biraz boğazım ağrıyır. Düzdür, mən keçi boynuzu boşabından içirəm. 3 gün sərasər bir xörək qaşıq keçi boynuzu bəhməzi, boğaz ağrısı gəlməksizdir geri qayıdır. Bax öskürəyə, qədər boğaz yaxşıdır. xəstəliyinə, öskürə xəstəliyinə mən ən önəmlisini dedim. Bax boğaz, bronxlara, ağcıya, xuca siqar çəkən insanlar üçün bu çox böyük faydası var. Amma mən Bakıda və yaxud ayrı yerdə bunun satışını görməmişəm. Yəqin sadəcə olaraq siz hazırlayıb özünüzdə saxlayırsınız da, evlərdə Bizdə bu saxlayırsınız. bu əsasən bu çox reklam olunmadığı üçün bu da bu prosedur çətin başa gəlir. İndi buna köhnə adamlar, indi müasir gənclər bunu bacarmır. Heç həvəslər yoxdur öyrənməyə. Həvəslər yoxdur öyrənməyə. azdır adamlar elə. Bunu sadəcə indi bəzi adamlar bunu yaşatmaq üçün öyrənir. Məsələn bizdə talış mətbəxinin sıx mütəxəssisidir Valiya xanım. Məsələn bizdə də hansı yemək lazım ondan soruşur, filan yeməyi necə edək, necə onu dada gətirək. Filan məsələn bizdə adi mətbəximizdə artıq silinib, yaddan çıxmış yeməklər ki var, onları hamısı Valiya xanım bizə deyir. Aliyə xanımın maşallah, deyib ha, başında daşıyır. Əcdahadır maşallah. Elə də gözəl bilir o reseptləri Həm hamısında. evimizin obamızın şairəsidir. Həm talış mətbəxinin bizdə şefidir. Ayaq üstə gəzən etnografiya kitabıdır. Orada ocaq qalacaq. Ocaq üçün xüsusi yer düzəldir. Hazırlanır. Yəni. Elə beləsə ocaq yeri deyildi. Görərsiniz, onu daşlarla, palçıqla. Gecə yanacaq o. Bu boşabı böyürləri hamısı tutar. Ona biz talışla kılına deyirik. Kılına. Kılına. Yəni burada məqsəd nədir? Təndir formasında ocağın onun içində yansın. Həm o yaş odun yansın, həm istilik kənara getməsin. Həm o istənilən növbəti istiliyi verə bilsin. Onun da ustası, onun hazırlayan ustası da Rustamdır bizdə. Rəhməli nənəm düzəllərdi elə. Allah rəhmət eləsin. Bizdə tiyon deyilir, ən qab var, tiyon. Onun üçün onunla bişlərdi. İndi isə daha müasirləşdi, daha rahat beləyəndir. Buna daha yaxşıdır. Məsələn bu doşabı da çox qaynadanda türklər totdan bəhməz bişirlər ha. Bəli. Bizdə isə ondan məd deyirik. Onlar bəhməz deyil, biz məd deyirik. Məd? Məd. Eyni həmin elə təqribən biraz qatısına bəhməz deyirlər, bizdə də bunun qatısına bəhəmən deyirlər.
mad deyilir. Bunu heyva burada bişirilir. Burani bunda buşabla bişirilir. Bunun çoxlu növləri də var. Buranıdan da. Hətta bu ağ buranisi var. Burada heyvada bişirilənlər duşabla binə deyilir. Binə. Şey böyle buranı ilə bişirənə nə deyirlər? Yox, mən buranı ilə bişirməmişəm, yalan deyirəm. Mən bişirmişəm əncirlə, yəni incinə, binə, bir də ki, bişiriblər lapa ilə, buz lapası ilə, qıncı ilə, ən dadlısı odur. O daha özəldir. Həm dadlıdır, həm də ki, enerjidir, hazır enerji. Ayya xanım, sən bugün ustamız imkan vermir danışaq. İşini görsün. Sən bugün başı qəşəng bağlamısan saç şalığı. Hələ mən lap qaydasında bağlamamışam. Bizim keçmiş talış qadınlarının çamba deyiblər. Çömbə? Çamba. Hə, çamba bağlayıblar belə. Hələ üstəlik yaşmaq bağlayanda olub. Anam yaşmaq bağlayırdı. Allah rəhmət eləsin. Bütün ölənlər Bakın meşik olur. anam belə yaxşıca belə bağlayırdı. Anama çox yaraşırdı. Nə gözəl. O vaxtı Ətiqə xanım İsmailova var idi. Dünən biraz onu danışdıq. Azərbaycanın məşhur etnoqraf xanımı olub və o 50-60-cı illərdə əsas etibarilə Talış dağlarını gəzib, Talış kəndlərini. Və o belə sən bağlayan kimi elə xanımların fotolarını çəkib, indi bu video əlavə edəcəm, sənə də göndərərəm, baxarsan. İnşallah. Onlar da belə bağlayırdılar başlarını, yaylıqlarını. Çəmbə, hə? Çamba. Çambanı belə bağ. Çambanı iki yaylığına əslində bağlayırlar. Birini altdan, birini üstdən belə bağlayırlar. Çamba belə bağlanırmış. Və hələ üstündə də tıka deyilən, tıka bəzəkli əşya deməkdir. Bax burada biri ən böyüyü alın hissəsində qalıb və ətrafları da ki pulcuqlarla belə bəzədilirdi. Mənim nənəminki qalmışdı, amma harda qaldı bilmədim. Bu şey olsun niyə həmin suyda və toxtacıyıq? Az bebişdə var. Qoymadın danışaq. Nə olur? Nə paxıllıqdır Ruslan da. Necə? Qaranlıq düşür, qaranlıq. Qaranlıqdır, hə, həm də soyuqdur. Tələsəkdə bunu tələsəyək. O yanacaq gecə belə o soyuqda. Ha, o yaş, qarağı daşla yaş olacaq palçıqla. Görə biraz gecə onu yandıraq ki, qızışsın, qurusun. Səhər tez meydana çıxsın da duşa. Hə. Onu yandırarıq hökm. Yanar Allahın izni ilə. Qaranlıq düşdü. Biz nə edirik? Ruslanı gözlədik. Biz Ruslanı gözlədik çünki bu iş artıq Kişi işidir. işidir. Bəli. Amma yenə də sən iş görürsən. Evet, palçığı mən hazırlayayım. Palçığı niyə hazırlayırsan? Palçığı hazırlayıram ki, həmən qılına dediyim, yəni qaynadan. Aha. Qaynadanı hazırlamaq üçün. Əslində mən biz biraz hələ rahata qaçırıq biraz. Aha. Niyə? Çünki biz hazır dəmir üstündə qururuq bunu. Əslində o belə olmamalıydı. Tam 4 küncdən daşla olmalıydı. Daş çünki təndir sayağı bir şeydir. Bəli. Daha hündür olurdu. Çünki tiyanda bişirirdik duşabı. Amma indi daha tiyan həm yoxdur, həm də ki elə hazır böyük qab görürsüz. Həmən böyük qabda bişirərəm. Ona görə də belə. Çünki niyə həmən qılınanı niyə tikirik, hazırlayırıq? Ocağı boş yerdə qalaya da bilərik. Hə. Çox yerdəki ocağı boş yerdə elə belə açıq qalayıb iş görürlər. Bura küləkli olduğu üçün külək ocağı tam yanmağına maneə yaradır. Həm də ki, hər bir odunu orada yandırmaq olmur. Məsələn, indi sabah artıq görəcəksən ki, hazır olan həmən ki, qılına dediyim təndir hazır olacaq və içində istəyirsən kötük at, istəyirsən böyük odunlar at, istəyirsən yaş odun at. O artıq o qədər oldu ki, alışdı. Alışandan sonra tam yanmağa başlayacaq. Çünki keçmişdən qalma bir ənənədir. Onda bu doşabın hazırlanması tam bir gün alır da vaxt özü. Yox, gündüz olsa biraz rahat olar. Biz əslində ona sənə görə ləngimişik də, belə çıxır. Hamısı günə mənim boynuna gəlir. Axır kimisi tapmalıyıq da, kimisini atmalıyıq da bunu. Yaxşı təkləmişsiniz məni. Estağfurullah. Sənsiz bu evin bir günü olmasın. Ay Ruslan dayı. Amin, sağ ol. Allah köməyinə olsun. Yox, vaxtı çatanda deyil evlənərəm.
Bir müasir dövrdə şurmalı mı? Deməli, burada nə etdilər? Palçığı hazırladılar. O palçıqla daşları bir-birinə bərkitdilər ki, ocağı sabah yandıranda o ocaq söhbətsiz heç bir halda bərabər şəkildə paylanmalıdır. Ona görə də bu şəkildə daşları gətirdilər. Palçıq hazırlandı və daşları bir-birinə birləşdirirlər hava keçməsin deyənə. Ümumi hazırlıq prosesi isə sabah səhər olacaq. Səhər görüşərik. Söyle buna. Hami buna. Bu fərqində qabiliyyəti var. Qabiliyyət var. Bir işləmə mərasimində çay dəzgahı. Bax. İndi əzəcəksən. Hə, indi gətirib əzəcəm. Hani təmizliyim. Bu biraz suyu çəkilsin. Bu su sabaha qədər belə olacaq, hə? Sabaha qədər qalar. İsti qalar. Ocağı yandırdım. Hə. Sabah onu baxaram da, bəlkə sübhdən duraram, onu tullayaram. Təzədən yandırarsan. Su tökərəm, bəli. Təzədən su tökərəm. Onu bu gün belə qoydub ki, qızsın. Hə, burada əsas məsələ torpaqla daşların qızmasıdır. Bəli, yansın. O qədər lazımdır ki, ocaq İsti olsun. izi, bəli. Ocaq demirəm, filan kəsin ocaq yeri. Orada ocaq yeri oldu artıq. Bu artıq bundan sonra neçə gün işləsək, artıq bu istiliyini saxlayar. Bəh. Çünki böyük belə kötüklər atırıq içinə. Səhərə kimi, nə bilim, neçə vaxta kimi o görsən ki, köz qalır. Bu oldu bizim qalonamız. Bəh. Və qaynadan. Hələ sabah görərsən bu necə yanır. Ay, səbirsizliklə gözləyirəm. Sabah çünki sabah məcburam daha gör yanmalıdır. İndi lazımsızdır ki, indi o su lazım deyil mənə. Elə-belə qoymuş. Hə. Əsas məsələ burada aşağıdakı ocaqdır. Bəli. Keçmişdə də qızdı. Torpaq, bəli. Hə, Torpaq qızdı. Artıq super. bəli, hər şey alınacaq. Keçmişdə də dərvişlər belə ocaqların ətrafında oturub söhbət edərdilər. Təsəvvüfdə ocaq və ocaq ətrafına toplaşmağın xüsusi fəziləti var. Əlbəttə. Burada bizdə xurmalardır, yığdığımız xurmalardır. İndi Aliyə xanım bunları əzəcək. Bunlar indi əslində keçmişdə belə eləyirlər. İndi ayaqla əzirlər. Yəni çılpaq ayaqla. Amma Sən bunları təzə almısan xüsusi. bəli, Eşq buna olsun. görə. Artıq indi hər bir vasitə var da. Yenilikdir, müasirlikdir. Ata evində olanda da, atam da bişirəndə artıq çəkməyə keçmişdi. Təmiz çəkməklə. Çünki ayaqda indi keçmişdə bilməyiblər ya da ki elə alınıb. Mən də bayaq başa düşmədim ki, o təzə çəkmə niyə alınmışdı. Hə, təzə çəkmə buna görə alınıb. Çünki mən keçərəm, içinə tapma deyərəm. Çünki ya gərək bir ağır toxmaqdan zaddan olsun ki, bunu əzə bilsin, ya da ki belə. Bismillah. Yorulmayasın. Salamat ol inşallah ki, işimiz yaxşı alınır. İnşallah. Bu işin başlanğıcı. Əslində bax, hələ duşabın başlanğıcı da bu. Amma bugün gün boyu işləmişik. Doğrudan da sən bugün bütün vaxtını aldı. Hə, belə olar. Güya mən biraz bunu yığdım, amma əsas iş yenə sənə qaldı. Aydan kömək elədi. Çətin işdir. Əlbəttə. Amma nə bilim, məsuliyyətli, belə necə deyim, mənalı, birlikdəlik. Hə, bir əvvəllər var idi birlikdəlik. Əlbəttə. Çünki bu bir qadın deyil, bir neçə belə qonşular, doğmalar keçmişdə yığışıb bu işi görüblər. İndi bilmirəm, sabah inşallah görəcəksən. Bayaq bilmədim, Pərviz nə qədər izah elədi sizin üçün. Yəni bu, görürsünüz də, bütöv ağacdır, içi uyulub. Bu ağacın, nə bilim, bu uyulduğu vaxtdan, həmən gündən, nə bilim, 40 il bəlkə keçib. Bunu Vaqif düzəldib. Vaqifi bilirsiniz də, Rusların böyük qardaşı. Yəni, əslində növbədə ikinci qardaşdır, amma hal-hazırda birinci qardaş sayılır. Bunu da Rusların böyük qardaşı Akif rəhmətlik, Allah rəhmət eləsin, o düzəldib bunu. Buna da deyirlər hiyə. Hiyə. Hamısında öz adı var. Əlbəttə, bu hiyə. Hiyə ilə bunu çeviririk. İndi əzəndən sonra ocaq külünü ələkdən keçirmişəm. Ələkdən keçmir deyə şeydən keçirmişəm bunu.
plus düzəndən onu keçirmişəm ki, heç bir qatqısı qalmasın, əlavə çırçıb qalmasın. Amma buna qarışdırılan, qatılan ocaq külü təmiz, yəni işlənmiş ağaclardan olmalıdır. Yəni meyvəsi yeyilən ağaclar olmalıdır. Əgər onlar olmazsa, məsələn, tutaq ki, palıddan qatdım, palıdı yandırdım, palıd ağacından yandırdım, külünü qatdım. Onda duşab acı olar. Ona görə də onun ancaq təndir külündən götürdüm. Çünki təndirdə başqa heç bir zirzibil yandırılmır. O külü indi bura qatasan, hə? Külü buna qatacağım, bəli. Külü buna qatanda bunun artıq onun da mənası vardır. Kül bununla qarışanda, indi hansı, nə bilim, bəlkə kimya ilə müqayisə edəndə bəlkə hansısa reaksiya verəcək və şirə ondan ayrılacaq. Maraqlı. Belədir də, bu keçmişdən qalma bir işdir, amma yenə belə deyək də, əziyyəti olsa da bilirsən ki, bu varsa, bu yerində varsa, həm duşab, həm dərman içində gelir. Keçmişdə bunu, çünki əldən ayaqdan uzaq yerlərdə bildiyiniz kimi kəndlərdə bişirilir də bu. Niyə? Çünki həm uzaq olub şəhərdən, nə bilim, alış-satış mərkəzlərində, yerlərindən, bazarlardan uzaq olub. Burada özünə elə öz əllərindən düzəldiblər də. Amma şirniyyat növü. Mən şəhərdə xurma, ya heç yerdə belə doşab görməmişim. Sabah hazır məhsula çox səbirsizlənirəm. Amma mən ancaq belə tut bəhməzi görmüşük. İndi son illərdə Bakıda keçi buynuzu bəhməzi daha çox satırlar. O da belə, amma xurma bəhməzi. Yəni hər belə ki, hər təbiətə uyğun. Burada bizdə düzdür tut da olur. Yəni tut da olur. O ki var olmur. Buranın ən çox burada xurma olur. Və bişirilən də ən çox xurmadan olur. Bayaq da bilmədim, yəqin ki qeyd elədim ki, tək duşabla bitmir də, tək birinci, yəni aldığımız birinci şirə ilə bitmir. Birinci şirədən sonra bir neçə məhsul ondan alına bilir. Yəni əgər əncir varsa, sabah baxarsınız ki, indi payız ənciri var ağac üstündə. Əgər havalar yaxşı keçsə, il ki, payızda il yaxşı keçsə, mülayim keçsə, yəni ki, aldadıcı bahar olsa, isti keçsə, həmən əncir yaxşı, dadlı, şirin olur. Həmən əncirdən. Nə deyim, heyvadan tökülür. İstənilən meyvədən eləyirsiniz, onu da. Bu üsulla eləyirsiniz. Əsas heyva, bir də əncir meyvələrdən. Bu üsulla eləyirsiniz onda? Bunu hazırlayarıq. Sabah hazır məhsulunu ki görməzsən, həmən məhsuldan sonra. Yox, onların da hazırlanmasını bu şəkildə eləyirsiniz, yoxsa başqa cür eləyirsiniz? Həmən bu, dedim də, birinci məhsul ki alınmır, duşab alınmır. Alınmış duşabdan həmən ocaq üstündə elə. Amma ocaq çox zəif olmalıdır, çox vam şəkildə olmalıdır. Hətta görürsən ki, əgər yanında yaş odun yoxdursa, bundan alınmış, bundan qalmış o ki toxum, qatqı qalmır burada. Ondan tollayırlar onun ocağa. Ocaq çox sakit, çox vam şəkildə olanda, ondan sonra içinə ya heyva, ya əncir, həm də ki, bundan sonra ikinci məhsul, deməli, duşabdan alınan, onu çox belə sakit şəkildə qarışdırıb, bizdə məd deyilən, həmən məhsul alınır. Məddən danışdı bayaq Pərviz. Məd. Ondan bir də ki, ləpə, quz ləpəsi, daha dadlı və daha, belə deyəndə, keyfiyyətli. O da kancinə deyirlər onu da. O sanki türklər, siz onu təsvir etdikcə mənim xatirimə şey gəlir, sucuğa bənzəyər. Yəqin ki, çünki məsələn bu eyni yemək neçə bölgədə bişirilir, neçə bəlkə dünyanın hər yerində bişirilir, başqa-başqa adda. Bu demək deyil ki, bu sırf məsələn bir xalqa mənsubdur. Xeyr, əlbəttə orada yaşayanlar da nəyinəsə qidalanmalıdır. Ayaqlarına qüvvət. Sağ ol. Bugün səni yenidən kəşf elədim Aliyə xanım. Daha görüm ki, gələn səfər məni nə ilə təəccübləndirəcəksən. Qaldı musiqi bəstələmək. O gözəl şeirlərini. İnşallah. Atam bəstələyirdi də musiqi. Onda səndə də qanında var. Atam rəhmətli sağ olsaydı. Əslində bunların hamısında bir xatirə var. Uşaq da
keçmişdən, məsələn, mən bunu özüm öyrənməmişəm. Mən də görmüşəm, atamın sevdiyi işlərdən biri idi. Atam müəllim idi, musiqiçi idi, amma başqa işləri də, bu xalqa aid olan işləri də bilirdi. Necə ki, bayaq onları düzəltmədik. Mən onu atamdan görmüşdüm. Yəni, hər şey belədir. Biz də bacardığımızı eləyirik. Allah Gələcək bütün nəsil- ölənlərin ruhunu şad etsin. Amin, amin. Amma ki, bilmirəm, gələcək nəsil, yəqin kimin marağı olsa. Əslində adam çox istəyir ki, nə qədər çətin olsa da yaşatsınlar. Yaşatmağı da, əlbəttə. Əlbəttə. Bu arada hazırda Sımın səmasında elə bir ulduzlar var. Mən texnologiya onu göstərmir. Möcüzəvi bir səma var. Sanki sabah bir möcüzə baş verəcək. Yəni göyə baxırsan və Yox, elə hər gecəki yeri səmadır. bilmirəm bugün Sabah mənə da eyni ilə elə olacaq. bugün mənə başqa cür təsir eləyir. Bugün sən ulduzlara baxırsan deyə sənə başqa cür görünür. Bugün mənə başqa cür təsir. Dünən bu qədər ulduzlar yox idi. Gözəldir, əlbəttə. Gör. Sonra bir də Allah yeni necə ay. yaradır. Həmd olsun, əlhəmdülillah. Həqiqətən də Allahın o gözəlliyini anlamaqdan ötəri yaratdığı gözəlliklərə baxmaq lazımdır. Biz bir duşa bişiririk möcüzə adlarını. Aliyə xanım. Allah görürsən. Səma bugün həqiqətən çox gözəldir. Yəni hələm ola bilər, yəni hər zaman olur da ulduzlu səma, amma bu çox gözəl səmadır. Bir dəfə ardıcıllığı var da ulduzların. Bir dəfə belə səmanı 2021-ci ilin dekabrında Qrızda görmüşdüm. O da unudulmaz bir gecə idi. İnanılmaz gözəl bir səma idi. Sübdən durarsan, sözünü də kəsdim. Yox, buyur, tək sən kəsəsən. Sübdən durarıq da, sabah məcburan sübdən durmalısan. Onda sübdən duranda görərsən ki, ulduzlar oradadır. Tamam başqa işıqlı görünər. Sübdən duranda möcüzələr daha Elə bil onlar belə özləri belə alışıb sörürlər. Biz hər birimiz də ulduzuq əslində. Bilavasitə mənada. Elm bugün sübut edir ki, insan cildində olan ruhların özləri də hamısı ulduzdur. Ona görə sən bir ulduzsan Aliyə xanım. Sağ ol, nə bilim. Bilavasitə və bilvasitə mənada sən bir ulduzsan. Və sən göylərdən gəlmisən. Allah köməyin olsun. Allah canına dəyməsin. Belə ruhən təsvir edirsən. Mən də olmasam sənizi kim güldürər? Əlbəttə. Amma səni çoxları tanıyır. Bəlkə elə sən o baxımdan ulduz kimi görürsən. Yox, mən məndə ulduz. Başa düşdüm sən O nə demək. səmadakı ulduzdan biri sənsən. Amma Aliyənin o belə cismində, gözündə bizim qarşımızdasan. Amma sən də o ulduzdan birisən. Belə müqayisə edirsən. Əlbəttə. Gələn səfər bu ilə bağlı bir şeir gözləyirəm. İnşallah. İnşallah. Səmada parlayan ulduzlarıq biz. Nə gözəl. Elə alındı da bu. Görsən, mən bir ay qalsam burada şeir yazaram 100%. Qafiyan alındı tamamilə. İnşallah ki gələrsən, qalarsan, şeir də yazarsan. Bir də gördün, rəsm də çəkdim. Əlbəttə şeir belədir ki, şeir düzdür. Şeir bir fitri istedadır, hamı bunu bilir ki. Yəni hər kim bu yəni tərif olmasın ha. Əstəğfurullah. Yəni amma ki şeir belə bir işdir ki, onu kimsə deyə bilməz hardan gəldi, niyə gəldi. Tamam, mən də səninlə O razıyam. başqa bir şeydir. O başqa bir hissdir, nə bilim. İndi mən bilmirəm. Bəlkə mən böyük şairlərin şeirlərini çox söyləyirdim axı. Atam məni çağırırdı ki, sən gəl şeir söylə. Mən də söyləyirdim. Bəlkə mən ona görə alışdım şeirə. Bəlkə də ədəbiyyatı çox sevdim. Bəlkə də elə bizim də kökümüzdə var. Atam musiqiçi idi, əmim ədəbiyyatçı idi. Amma ondan da əvvəl kökümüz də gedib çatırlar Xətaiyə, Şah İsmail Xətaiyə. Eşq olsun. Amma ki bəlkə də başqa Deyirəm, bir şey. ulduzsan inanmırsan. Görsən, biraz da araşdırsaq çox şey çıxacaq. Ondan da başqa şeir nədir? Şeir də insanın gördüyüdür. Məsələn, mən boş qalanda, tək qalanda o qədər fikirlər düşünürəm ki, o qədər hətta bütün o uşaqlığım gəlir keçir gözümün qabağında. Ən çox bax, bu da uşaqlıqdan qalma xatirədir də, duşa bişirmək. Əlbəttə. Onda mən bişirmirdim lap balaca olanda. Amma sən indi burada valideynləri böylədir. Bacılarım gedirdi, doğrudan bacılarım gedirdi qonşuda. Qonşumuz var idi. Allah onları rəhmət eləsin. Yaxşı bir insan idi.
atam əmim oğlu deyirdi. Yəni onlar demədim, kökümüz eynidir. Eynullah əmi var idi. Yoldaşı yaxşı bir qadın idi. Nahimə xala. Bacım gedirdi, onlarda bişirdi. Biz də balaca uşaqlardı. Mən də quşulardım balaca qızlara. Necə maraqlı olardı. Sinif yoldaşlarım idi. Birinin adı Xatirə, biri də Nəzakət. Hər iki sinif yoldaşlarım idi. Mən də quşulardım onlara. Elə bil ki, dünyanın bütün marağı onda idi. Baxa, heç nə eləmirdik, sadəcə oynayırdık. Amma indi düşünürəm ki, nə qədər maraqlı işlər idi. Qızlar yığırlar, xurma yığırdılar. Amma bizdə belə böyük elə bil ki, məsələn, məni o dövrə qaytarsalar, məsələn, dünyanın ən xoşbaxt adamı olaram ki, həmən bir gün yaşayım. Atqısı yoxdur. Aha, bu bayaq danışdığın küldür və biz onu artıq doşaba qatırıq. Bəli, qatırıq. Tərtəmiz, təndirdə yandırmışam tərtəmiz ağac. Ondan da elə çörçük də olsa, təmiz ağacdandır da. Bilirəm ki, nə yandırmışam. Və onu qatıram ki, amma Bəlkə mən nəyinsə kömək edim sənə. elə götürürəm belə. Amma biraz qıraqda qalın ki, bu kül oturar üstünüzə. Kül yox amma, ocağın şey gözlərim. Ocaq külüdür də bu. Yox, ocaqdan gələn tüstü gözüm. Tüstü. Mənim gözüm nədir ki, sənin gözlərin, sənə gözlərin incidir. Amma o Verim bunu? Yox, bu biraz da tapanıyım, onu qarışdıraram. Su yoxdur mu sənə? Yox, əynimə kimin gödəkçəsidir? Qalın bir dənə gödəkçə giydim. Öz gödəkçəm nazik idi. Sağ olsun qardaşımın canı sağ olsun. Allah canım. Bayaq üşüdüm amma indi yaxşıdır. Gündüz isti idi. Gündüz ürəyimiz sıxıldı istidən amma axşama biraz sərinlədi. Demədim, payız da baharı belə deyək də yamsılayır. Amma payız bahardan bəhrəlidir ya. Hamı baharı xoşlayır. Düzdür. Ki qışdan çıxdıq. Mən onun sözü və qüvvə sözü kəsrəm üzrləsə belə. Keçən dəfə kitab kafeyə gedirəm. Litera Book kafe açılıb elmlərdə. Ora gedəndə 3-4 dənə meyvə satanlar var idi. Mən onların teşlərini görəndə meyvə ilə dolu. İlahi, mən belə qaldım, dedim ki, deməsəm payız necə bərəkətli bir mövsümdür. 5 cürə alma var idi, nar var idi, feyxua var idi, başqa meyvələr vardı. O teşlər elə bir böyüklükdə idi. Mən məsəl üçün payızın bərəkətlinin bolluğunu o şəkildə təsəvvür etməzdim heç vaxt. Yox, payız doğrudan da yəqin ki, kirməyirməlisən. Əslində payız belədir də, necə deyim, zirək insanların dövrüdür. Çünki qışı gözləyirsən deyə, keçmişdə belə olub da, qışı gözləyirsən deyə, payızda bütün işlərini görməlisən. Meyvədir, görürsünüz də, hər cür meyvə var. Çünki oradan da payız çox bərəkətlidir. Bütün fəsilləri yaxşıdır. Bütün fəsilləri gözəldir. Düzdür. Hər fəslin biri digəri, tutaq ki, il boyu, təsəvvür elə ki, il boyu qardır, ya da ki, il boyu günəşdir, nə olacaq? Yəni, bunlar tarazlıq təşkil edir. Sualım var, bu şeylər var, bunlar öz-özünə gedəcək sonra, bu ağacdan olan... O qalsın. Qalsın? Məsələn, o suyun süzülməsinə köməklik edir hətta. Ona görə çəkməklə taplanıyanda heç bir maniyyəsi olmur, sabahdakı əlcəklə qarışdıraram. Təmiz əlcək aldırdım, gördün, təzə əlcək, təzə də çəkmək. Hamısı təzə, bax, şübhələndirəm, görsən nəcib təzə belə çəkmək falan. Ona görə ki, bu olsun da təmiz olsun, tərtəmiz olsun. Amma bayağı sənə burada kömək lazımdır. Belə? Yox, belə də həmişə olur da. Dedim də, yanımda biri olsa, o da indi yoxdur axı, elə bir insan yoxdur ki, məsələn, mənə köməklik eləsin. Nə olsun ki, nə qədər ki, canımızda qüvvət var, təki işləyək. Allah sənə can sağlığı versin. Yaxşı xəbər eşidək. İndi nə var ki, hər yer azadlıqdır, hər yer yaxşıdır. Doğrudan da, valla, nə var ki, bir yaxşı söz eşitsək elə bəsimizdir. Nə olsun, adam işləmək lazımdır da. Və kənd yerindəyik. Kəndçi bacarmalıdır bu işləri. Quranda biz də əlimizdən gələni edirik. Qurani Kərimdə İbrahim peyğəmbərə aid olan bir deyim var. Ayədə qeyd edir ki, xoş bir söz torpağa əkilən toxum kimidir. O ancaq gözəl bir məhsul verir. Ona görə bir-birinizə xoş sözlər deyin. İnsan gərək əvvəlcə öz qəlbi və ruhunu gözəl saxlasın, ondan sonra da ətrafdakılarına sevgi yaysın. Elə namaz üçün də elə deyir. Deyir ki,
əvvəlcə ruhunu tərbiyələndir. Mütləq. Bunda nə böyük məna var. Bu elə belə deyilən bir söz deyil ki. Düzdür. İnsan var sadəcə olaraq elə ancaq rükû və səcdə edir, amma fərqinə varmır ki, hardadır. Bəlkə də. Namaz qılır, gedib bir saatdan sonra bir qulun haqqına girir. Nə qədər yanlışdır. Və eyni zamanda nə bilim şikayət eləyir, nədənsə deyinir. Halbuki birinci elə o şeyləri bitirməlidir. Hər bir insanın, onlar da hər bir insana aid olan işlərdir. Eyb etməz, Allah Taala bağışlayandır. Əlbəttə. Bu çox əhəmlidir. Bəli, tək insanların elə günahı olsun. Eyb etməz, bağışlayandır Allah. O da bir gün başa düşər. Çünki indi siz demişkən elm və texnologiyanın dövrüdür. İndi artıq telefonda keçmişdə bir kitab oxumaq üçün heç adam da başa düşməzdi. Biri oxuyardı, mini qulaq asardı. İndi kim nə qədər başa düşdü? İndi isə hər şey açıq aydın göstərilir. Oxusunlar, maariflənsinlər, öyrənsinlər. Belə, amma indiki biz ki hələ nə edirik? Biz hələ Xurma əzirik. Hələ Xurma xurma əzirik. Şükür Allaha. Şükür. Vallahi şükür. Görürsən necə şəraitdir, necə yaxşı hava verir. Həmd olsun, yaxşı ki, yağış Əlbəttə yağmadı. şükür. Buna da şükür etmək lazımdır. Doğrudan da. Əlbəttə. Çünki ola da bilərdi ki, bax noyabr ayıdır, hələ qar düşməyib. Elə vaxt olub ki, noyabr ayında qar düşüb, məsələn heç nə elə bilmir. İndi kəndçilərin əksəriyyəti kim ki bişirir, istəyir ki, bu işi görsün. Məsələn, köməkçisi varsa, ya da ki qulunda qüvvət var, ya da nə bilim buna ehtiyac duyursa bişirir. Bir-iki nəfər bişirmir, əksəriyyəti bişirir bunu. Bizdə maşallah şükür ki bizdə hamı zəhmətkeş insanlardır. Vallahi bizim kənddə hamı zəhmətkeş insanlardır. Belə götürəndə elə bilirlər ki, dağ adamlarının işi yoxdur. Dəhşət çoxdur. Adətən belə deyirlər. Dağda nə iş ola bilər? Amma Dəhşət, yəni. dağ adamlarının Mən 5 ildir səni tanıyıram, sənin işin bitmir. Allah köməyin olsun. Gözümün qabağındasan da. Onunla da belə üzünün təbəssümü, ruhunun gözəlliyi öz yerində. Allah səni qorusun. Çox sağ ol. Dedim də Allah bircə o çətin pis işlərdən, bəd belə xəbərlərdən adamı qorusun. Amin. Amin. O da ki olmalı işlərdir. Düzdür. O da Yəqin ki o da olmalıdır ki, gözəl Əlbəttə. günlərin qədrini bilək. Əlbəttə. Yoxsa heç fərqinə varmaraq Yox, axı. əlbəttə bu insandır, bu olmalıdır. Biz deyək ki, biz doğulduğumuz gündən ölüm günümüzəcən heç pis xəbər eşitmərik. Yox. Hər şey ola bilər. Bax, bundan bir neçə saat əvvəl hava işıqlı idi, günəş idi. Hala indi bax, qaraldıq, amma Ulduzlarımız var. ulduzlarımız var. Ulduzlarımız var, gözəl səmamız var. Şükür Allaha, vallahi şükür Allaha. Allaha şükür etmək lazımdır. Həmd olsun, düzdür. Vallahi. Onsuz da səni çoxları tanıyır. Səni izləyicilərin çoxdur. Buraya da gələnlər var. Bu xanımların hamısını belə də yaddaşım korlanıb, adları yadımda qalmır. Amma çox gözəl xanımlar gəlib burada. Kəmalə adlı, məncə Kəmalə idi xanımın adı. O gəlininin vasitəsilə gəlmişdi bura. Deyirdi ki, gəlinim yəqin ki Zülfiyə idi gəlinin adı. Yəqin onlar ki izləyirlərsə səni, həmişə də izləyəcəklər. Kim ki izləyir səni, məni əgər tanıyırlarsa sənin vasitənlə, tanıyıblarsa mən də salamlayıram sənin vasitənlə gözəl insanları. Hamıya can sağlığı arzulayıram, hamıya xoş günlər arzulayıram. Çoxları gəlib, yaxşı insanlar gəlib, yaxşı insanlarla tanışmışıq. Hətta elə qızlar var da dedim də adları ya da ki belə qalmır, nə vaxt gəliblər. Məsələn, mən elə qızlar tanıyıram ki, hətta mən elə hiss etdim ki, onlar nəsə iradəyə oxşamağa belə doğrudan deyir, amma bu yəni bunda heç bir başqa bir yəni xassa yoxdur. Elə bu birbaşa bir mənalı budur ki, onlar görürəm ki, belə nə xoşbəxtsən. Bayaq deyirdi, mən üçün dua elə. Ən böyük dua odur ki, hələ hamı səni istəyir. Düzdür. Qızların çoxları görəm ki, sağ olsunlar vallahi. Çünki hətta qızlardan biri necə səmimi uşaq idi. Deyir, İradə xanım bu otaqda mı yatır? Nə gözəl. Mən çoxunu tanımıram həqiqətən də. Çoxu Instagram Mənim səhifədən da qalmayıb. Instagramdan görürlər bu. Amma gələnlər bu qapını ki, mən ancaq onu dua edirəm ki, bu qapıya ancaq halal insanlar gəlsin, gözəl insanlar gəlsin, özlərlə birlikdə sevgi gətirsinlər, sevgidə aparsınlar.
Bundan vacib bu həyatda heç bir Əlbəttə. şey yoxdur. Məsələ nə o evə veriləcək puldadır, nə bir dənə deyinməsinlər, bir dənə vıdı-vıdı eləməsinlər. Halallıca gəlsinlər, halalla da getsinlər. Elə xanım da gəlib, məsələn, elələri də gəlib, onlar da səni izləyib gəlmişdilər. Sağ olsunlar hamısı valla. Amma bəli, yaxşı, Allah onların da canına dəyməsin. Nə işin Amin, var ki, insan da bəyənmir də belə yerləri. Ola bilər də. Gəlib həyatda oturan kimi xanım yazıq elə bildi ki, o hansıca cəngəlliyə düşüb. Doğrudan deyirəm, bir saat tutura bilmədi yazıq arvad. Olur da, mən də məsəl üçün, biz evdə iki bacı, bizim fitrətimiz ayrıdır, təbiətimiz. Mən təbiət sevirəm. Mən kənd evi xoşduram, mənim bacım xoşlamır. Bu zor deyil, məcbur deyil. Mən o baxımdan atama çəkmişəm. Biz torpağı çox sevirik, kənd həyatını çox sevirik. Bacım fərqlidir, anam fərqlidir. Yəni bu insanları bir şeyə sevdirməyə məcburiyyəti yoxdur. Yox, qətiyyən. Tək hamı xoşbəxt olsun. Elə adam da var, amma çoxları var. Məsələn, məncə sizi izləyən xanımlardan biri də nə idi xanımın adı? Çox yaxşı xanım idi. O da çəkirdi. O da çəkiliş edirdi, yemək bişirirdi. Nurlana yəqin. Yəqin Nurlana. Bəlkə Nurlana Skuk olub desən gəlmişdi yəqin, bura. bax sizə, onlar iki bacı idi. Çox yaxşı qızlar idi. Yoldaşları da yaxşı insanlar idi. Belə yaxşı, doğrudan da valla onlar yadında da bir balaca uşaqları, onların hərəsinin yəqin 2 uşağı var. Ya birində 3 idi, ya birində 2. Balaca bacının uşaqları balaca idi, xırda idi. Balaca bir dəcəl bir qız uşaqları var idi. Bizim balaca qız böyüsə elə bir qız olar. İnşallah, sağlıqla böyüsün. Amin. Allah Taala bütün körpələri, bütün nə bilim insanları qorusun. Amin. Heç kimi çətin sınağa çəkməsin. Amin. Bu gözəl notlarla biz bugün indi bunu bağlayırıq və sabah səhər saat 6-da görüşürük və prosesin ikinci hissəsinə başlayırıq. Ayaqlarına Allah qüvvət versin. Sağ ol, Allah canına dəyməsin. Yeni günə oyandıq. Sabahınız xeyir. Yata bildin Aliyə xanım? Sabahın xeyir olsun. Dincələ bildin. Ocağımız yanır. Pişik də gəlib isinməyə. Jumbo soyuq, birazdan isinəcək. Xurmaların vəziyyəti nə yerdədir? Nətərdir xurmaların vəziyyəti? Bərkiyib? Bərkimişdi. Saat 2-dən sonra gec onu belə deyək də xəmir halına saldıq. Ona görə də o gec bərkidi. Daş kimi olmuşdu. Sonra mən gəldim, onu ovdum. Vurması belədir də, onu əllə ovdum. Belə bir şərait yaratdım ki, indi hələ gedib, hələ görüm, bura əgər çox yapışmayıbsa, gedib ot gətirəcəyəm ki, otu burada qoyuruq, o bir növ süzgəc rolunu oynayır. Yəni su gələndə özü ilə oradakı o şeyləri gətirməsin. Köpüküntüləri bura gətirməsin, daşımasın bura. Ondan sonra yenidən suyu götürərik, su qaynamaq üzrə, bu qaynasın. Dan yeri də sökülür. İnşallah. Sənin o gecəki ulduzların görünür. Ulduzlarım göydədir hələ biraz var, amma dan yeri sökülür. Artıq dan yeri görünür. Gözəldir, maşallah. Bir saat bundan əvvəl ulduzlar daha parlaq idi. Mən gedim, mənim ulduzlarım, mən gedim pişiyin yanına isinim. Bura buz kimi də hava. Matino. Artıq bizim Nətərsən? Nəyin? Bizim novo. Çünki artıq su damır bundan. Su süzülür, yığılan su artıq süzülür kənara. Mən də biraz bunu tıxadım ki, pambıqla tıxadım, üstünə mum çəkərəm. Ruslan uyansın. Mum Ruslanın arılarının içindədir.
qoyduğum suyu. Deməli, çıxartdıq indi suyu, biz tökürük qazana. Bəli. Dibi çöksün. Aha. Nə qədər ki. Axı gecə onu qarışdırmışıq. Bəli, bəli. Ocaq külü qarışdırmışıq. O küldən bir də ki yığdığımız zaman nə qədər ki bunda çörçöp olur, bunu yumaq olmur. Əgər bunu yuyub bişirsək, bunda heç bir şey qalmaz. Xurmanın xarakteri belədir. İndi bütün məsələ bu qazandır da. Bəli, indi bunları hamısını yığaram. Nə qədər indi su yığa bildimsə, Aha. yığacam. Topladığım suları qoyaram ki, şirin suyu. Aha. Qoyaram. Bu indi mərhələli şəkildə buna su səpəcəyəm. Qarışdıraram, səpəcəm. O qədər ki, gördüm ki, artıq şirin su axmır onda. Aha. Tulantıları sonra tullayarım. Demək, qısa icmal keçim. Artıq xurmaların üstündən isti sular töküldü. Ondan sonra ondan çıxan o şirin sular yığıldı. 2 qazan üzərindən yığıldı. İndi əlavə Aliyə xanım ocaq qalayır və həmin qazanda olan şirin suyu ocaqda qaynamağa qoyacaq. Təxminən neçə saat ocaqda qalacaq o su? İndi baxın ocağın yanmasından. Ocaq yaxşı yansa, Aha. ocaq bir dəqiqədə sönməməlidir. Aha. Ardıcıl qaynatsaq, yəqin ki tez çıxacaq. İndi düzdür, mən həmişə məsələn deyək ki, mən saata baxıb iş görmüşəm, yox. Ya sən elə bir hazır olan. Çünki mən saata baxıb iş görmədiyim üçün dəqiq saatını da bilmirəm. Yəqin 2-3 saat ard-arda qaynasa, Hə. çıxacaq. Onda belə çıxır ki, mən artıq onun hazır variantına çatmıram. İndi biz onun prosesini çəkəcəyik o heç. Növbəti səfərimdə hazır məhsulu mənim üçün saxlayarsınız. İnşallah. Dadına baxacağam. Burada əsas məsələ ocağın sönməməsidir və eyni tempdə, gürluqda yanmasıdır. Sənin işindən asılıdır da bu getməyin. Təəssüf ki, hə, qaçmalıyam. Hə, getməsəydin. Bu günə onu tamam göstərmiş qutarardıq. Bəli, bəli. O belə olur. Bunun işin metodu belədir. Yəni bu mənlik bir iş yox. Yo, siz bacardığınız elədiniz. Bu belə alınır. Mən hətta dedim ki, gəlin elə min saxlayaq. Ruslan dayı dedi, yox. Bunu çəkməliyik. Dedim, yaxşı. Qoy mən sənə kömək edim o qazanı götürməyə. Yox, qazan götürmək lazım deyil. Tez alışar, çünki altı istidir. Altı istiyə alışacaq. Bir də ki, quru odunlar qoymuş. Qurudur, həm soyumağa vaxt olmadı onun. Gecə bax, bu məsələ həll olunurdu. Daşların arasında Aliyə xanım palçıq hazırladı. Daşlar bir-birinə bərkidildi. Deyir ki, keçmişdə hətta daşlar lap yüksək olurdu ocaq yeri və heç də biz əyilmirdik. Belə tam da yuxarıdan dayanıb işimizi görürdük. Başqa bir sual verim. Bu doşabı, bu qazanları qazın üstündə də eləmək olur da. Əlbəttə eləmək olur. Sadəcə olaraq kənddə qaz yoxdur və ona görə ocaq daha yaxşıdır. Ocaq daha yaxşıdır. Ocaq daha yaxşıdır da. Çünki qaz indi təsəvvür edə qaz harda qazı belə bu şəkilə salıb yandır. Bəlkə də o daha geniş, altı geniş olmalıdır. Altı geniş, bəli, geniş olmalıdır. Çünki bərabər paylanmalıdır, hə. Zaman aparır. Başa düşdüm. Doşab bişirənlər bəlkə şəhərdə, bəlkə elə bir xanım var, tutdan bişirirlər. Məsələn, bizə keçən il xanım gəlmişdi. Adı tam yadımda deyil. Sevinci dimi.
oğlunun adını bilirəm də, Elnur. Elnurun anası idi. Dedi ki, mən tutdan bişirirəm. Tutdan bişirirəm. Dedi, bir vedrə tutu yığıram məsələn, az olur da. Məsələn, bu qədər bizim qədər yığmır. Bir vedrə tutdan məsələn, elə bizdə də belə deyib, bir vedrə xurmadan, xırda xurmadan 1 litr duşab çıxır. Əgər yaxşıdırsa, xurma yaxşıdır, şirindirsə. Xanım da elə dedi, mən bir vedrə tutu yığdım. O daha onu diqqətlə yığıb, yəni bir-bir yığıb, belə bizim kimi yığmayıb. Deyir ki, 1 litr duşab əldə etdi. Deyir ki, onu qaz üstündə bişirib. Olar. Bir də ocağın da dadı da istərsəməz o yəqin, fərqlidir. Bəli, çox yəqin. Amma bu da bizdə nə qaz var, nə də ki, həm qazın olmadığı bir tərəfdən, həm də ki, şərait belədir də bizdə. Məcburan belə bunu. Ümumiyyətlə kənd qadınlarına mən həmişə demişəm də, mən son 2016-cı ildən Azərbaycanı gəzirəm, həmişə deyirəm ki, kənd qadınlarına böyük bir alqış düşür. Alqışdan o yana böyük bir abidə düşür. Çünki o vaxtlardan, yəni illər boyu siz belə yaşamağa öyrəşmisiniz və o çətin şəraitdən, məhdud durumlardan çox şeylər əldə edirsiniz, çox şeylər edirsiniz və sadəcə möhtəşəm sərgidə mən gecədən sizi izləyirəm. Yəni dedim də bu dəfə sizi yeni kəşf elədim, yenidən kəşf elədim. Çox sağ olun. Yorulmayasınız. Yəni bu iş çox çətin işdir həqiqətən. İndi məni yola verəcək Aliyə xanım, bunun da hazırda özləri üçün hazırlayırlar. Orada 3 meşoqda hələ bir xurma var. 5 meşoq gətirib. 5 meşoqda xurma gətirib qonşu uşaq. Çünki anası xəstədir uşağın və kənd həyatının və bu icma həyatının ən gözəl tərəflərindən biri insanların bir-birinə bu şəkildə dəstək verməsidir. Bəlkə bilmirəm, digəri də eləyər, eləməz, amma Aliyə xanım eləyir. Deyir, anası xəstədir, gətirib eləyim də deyir. Yaşlıdır, xəstədir, eləyə bilmir. Uşaq da dünən buradaydıq, video düşüb, yığdı onları gətirdi. Allah Aliyə xanımın canını sağ eləsin. Bu həyatda dəyişməyən gerçəkliklərdən biri odur ki, kimə nə eləyirsənsə, o da sənin özünə geri qayıdır. İmam Əli əleyhissalamdan da bir deyim var. Kufə əhlinin qabarığında çıxış eləyir ki, mən indiyə qədər nə sizə, nə başqasına heç nə eləməmişəm. Nə eləmişəmsə özümə eləmişəm. İnsan pisi də özünə eləyir, yaxşını da özünə eləyir. Çünki hər bir şey min qat əvəzi ilə insanın özünə geri qayıdır. Ona görə Allah sənə hər zaman gözəlliklərlə müjdələsin Aliyə xanım. Çox sağ olun. Könlüncə versin. Allah sana can sağlığı versin. Çox sağ ol. Dualarının min qatı sənin qabağına çıxsın. Amin. Bax, kömək lazımsa mənə deyəm. Yox, yenə belə deyirəm. Bir də ki, bu işin gecə də yəqin danışdım, çox tez yadımdan çıxır ki, bu iş birlik işidir. Birlikdir, hə, məncə də. Birlik işi demədim. Bir adamın işi deyil. Məsələn, Talış bölgəsində fərqli ləhcələrdə danışırlar. Biz qardaş sözünü bıva deyirik. Bıva? Bıva, buli, bıva deyirik qardaşa. Amma Lənkəran tərəfindən onsuz da bədii dil Lənkəran tərəfinin dili götürür. Onlar bua deyirlər. Bua da bizə bu şirin məhsula deyirik. Görürsünüz? Yəni bu birlik, qardaşlıq, şirinlik deməkdir. Bəli, qardaşlıq, bəli, belədir. Mənə görə belədir. Çünki oradan da belədir. Keçmişdə demədim. Keçmişdə yığışırdı. Kimi qonşuya, kimi doğmalara. Mən son belə deyim də, son 5 il olar ki, bəlkə biraz çox, 7 il, 8 il ki, mən burada bişirirəm duşağı. Əvvəl mən buradan gedirdim. Bəlkə heç mənə lazım da deyildi. Yəni, o qədər tələbat da yox idi o qədər da. Amma mən buradan yığırdım onu, gedirdim atamın evinə. Neçə nəfər pişirirdiniz onda? Onda bütün bacılar oradaydı da. Onda bacıların əksəriyyəti oradaydı. Böyük bacım evdə idi onda. Böyük bacım və başqa bacılarım da orada olan var. O daha tez ərsəyə gələr onda. Bəli, mən buradan gedincə, məsələn, mən bu vaxtı gedirdim də. İndi evdə mal, qaraz zat olanda, mən burada bu vaxtı gedirdim. Gedib görürdüm ki, bacım ocağı da yandırıb, bacım xurmadan bu şirin suyu da tutub, hazırlayıb. Mən isə başlayırdım onu qaynatmağa. Ya da ki, o biri uşaqlarla, o biri bacılarla, gəlinlərlə. Hamı bir yerdə eləyirdik. Qısa özət keçək. Əslində indi bax, doşab xurmadan çəkilmiş həmin bu şirin sudan hazırlanacaq. Amma bunun da özəl tərəfi odur ki, xurmanın üstünə köz əlavə olmalıdır. Köz də çox güman ki, ona hansısa bir təsirlər eləyir. Biz onu hələ bilmirik. Atalarımız, babalarımız biliblərmiş, hələ eləyiblər. Torpağı, o şey... Çıxan şirin su qaynadılır və doşab halına salınır. Onun keyfiyyəti odur ki, zaten keçmişdə, və belə deyək, keçmişdə həmən ocaq külü, bax ocaq külünü öskürəkdə
öskürən adam üçün çox öskürən adama ocaq külündən bir qaşıq tökərmişlər. Təmiz ocaq külündən suya. Dibi çökən kimi dibi çökür, amma üstü qalır bir damcı. Həmən üstündən bir qurtum içən kimi öskürək keçir. Boğazın qaşınma halı var ha, o keçir. Kimlə deyirsən, həqiqətən də bəhməz birbaşa. 2000 dünən axşam yadıma saldım da, Coviddən sonra 2022-ci ildə də çox pis bir virus gəlmişdi. Covidin yeni bir virusuydu. Qəribə bir hal olmuşdu. Bakıda boğazım da dayanmadı da. Nə qədər baxalı. Mənim də səfərim var. Dedim ki, aeroportdan məni buraxmayacaqlar ki, boğazımda belə bir ağrı var. Analiz verdi, çıxmadı, negativ çıxdı, yaxşı çıxdı. Amma boğazım da tutulub. Təsəvvür eləmərsən Aliyə xanım, üstüvə salıb. Danışa bilmirəm, boğazım nəysə. Sirop çox içdim, alınmadı. Dubayda da expo keçirildi. Bizim də səfərimiz vardı, işgüzar səfərimiz vardı. İsti ölkəyə gedən kimi boğazım açıldı. Qulaq. Elə ki bu səfərim qutardı Bakıya gələn kimi boğazım qaldığım yerdən davam elədi. Deyirəm sanki bunu kimsə burada pauza eləyib. Həmin ərəfədə də bir dənə yaxın tanışdı ki, sən doşab içməyi sınamısan. Sanki bir belə xatırlatma oldu. Odur budur. Həmin o doşab, o bahalı siroplara da döydü belə demək olar ki, doşab içməyə başlayandan sonra boğazım da sakitləşdi və artıq 2025-ci ildir. Elə ki görürəm ki, boğazım biraz qıcıqlanır. Bəhməz 3 gün sərasər bir xörək qaşığı hər səhər boğazımda qaydasındadır, həmd olsun. Yəni bunu sınaya bilərsiniz. Bu dədə baba üsuludur və heç bir bahalı siroplar bəhməzin effektini vermir. Bu tək öskürək üçün deyil də, ürəyə də qüvvətdir də. O şeydir, necə deyim, çünki keçmişdə olmayıb axı. Bu məsələn, bəlkə də olub qandzad, bəlkə də belə bir şirə olub. Yəni, amma təbii usulla eləyiblər də. Bütün meyvələrdən bunu etmək olur. Təkcə doşabı məsələn şeydən etmək olmur ki, xurma çoxdur deyə. Mən xurmanı məsələn sizdən eşitmişəm. Bəli. Amma bizdə həmişə olub da, bizdə həmişə ön sırada xurma olub. Gözləyəcək. Hələ kitab da gətirməmisən. Ay sağ ol. İnşallah ki 4-cü kitab da çıxsın. Elə çıxmışam Bakıdan, doğrudan da ayırmışam sizin kitabı, sizin kitabı, Validə ananın kitabını, Şöhrət ananın kitabını. Kitabımın qəhrəmanları vardı. Heç bir mən o kitabı aparmamışam. Çünki həqiqətən də Bakıda elə bir qarışıqlıqdayım, belə yaxşı mənada da ora-bura qaçıram ona görə. O da bir səbəb olsun ki, səbəb deməyək, bəhanə deyək. Belə də təki işin yaxşı getsin. Hə, qoy 4-cü kitab da inşallah çıxsın. Buradan da elan eləyək ki, mən kitabın təqdimatına da gələ bilmədim. Sən indi 4-cüyə gələcəksən, mən inşallah deyəcəm. İnşallah. Çünki inşallah onu demişəm, gələcəm. Söz verdimsə çalışacağam. Rüzgarla gələ bilərdim. Rüzgar gəlmək istəyirdi. Rüzgar boş uşaqdı, gəlmək istəyirdi. Mən tarixi deyəcəm, siz gələrsiniz inşallah. İnşallah. Bu arada elə buradan da elan eləyək. Tezliklə 4-cü kitabımız işıq üzü görəcək. Böyük həyəcanla gözləyirəm. Mübarək. Çox sağ. Hələlik digər 3 kitabı oxuya bilərsiniz. Aliyə xanım mənim 3-cü kitabımın baş qəhrəmanlarından biridir. İnşallah bu doşabın dadına baxmaqdan ötəri bir dənə sıma qar düşən kimi gələcəm. İnşallah. Kənd qatığının üstünə o doşabı töküb yeyəcəm. İnşallah. Onun doğrudan da daha dadı başqadır. Onda xahiş edirəm, başqa heç nə bişirmərsən, düyü, ləvəngi, heç nə. Bir dənə qəşəng təndirdə çörək, qatıq, doşab. Onu da bir dəfə yeyərsən də, ikinci dəfə yeməzsən axı, gərək başqa yeməklər də olur. İkincidə də muravu yeyərik. İkincidə muravu yeyərik. Hər şey olacaq. İnşallah. Qətiyyən narahat olmaz. Allah süfrəvi bol eləsin. Tək ki sizin canınız sağ olsun. Bəli. Ruslan da ilə tamamilə sağalsın. Bəli, bircə Ruslan yaxşı olsun. Yoxsa Ruslanın sağalması çox işi həll edir. İnşallah ki, yaxşı olacaq. İnşallah. Ruslan yaxşı olsun. Hələ görək də mənim gələ fikrim var. Hələ mənim fikrim var ki, görək. Alınarsa görəyimi verim, görəklərimdən birini Ruslana. Bölək. Qadın da ölüb. Nə bilim. Allah köməyiniz olsun. Bayağı bir məbləğ da deyiblər. Artıq Aliyə xanım böyrəyin birini yoldaşına verməyə hazırdır. Mən deyirəm ki, sən bu sım haqqında şeir yazdın, hamı haqqında şeir yazdın. Sənin haqqında şeiri kim yazacaq? Sənin özün haqqında, bu fədakarlığın haqqında şeir yazmaq lazımdır. Nə deyirsən? Mən yaza bilmərəm. Kim yazsın sənin haqqında şeiri? Yəqin ki, o da biri tapılar. Çoxları onu mənə sifariş edir. Qardaş dediyim bir həkimimiz var. Xalid qardaşım. Hətta həkim mənə deyir ki, bacı mənim dilimdən bir özünə bir şey yaz. Özün haqqında yaz. Özün haqqında yaz, mənim dilimdən yaz.
Olacaq görək də, vaxt olsun. Təki sağlıq olsun. Təki sağlıq olsun. Bütün qadınlar fədakardır. Valla bu biraz tərif olacaq ki, bir öncəlgədə mən gedim. Yox, qadınların hamısı belədir. Bizdə kənd qadınlarının əksəriyyəti belədir. Yəqin tam hamısı belədir. O təkcə uşaq onları qoy qırağa ki, uşaqlar məsələn olur da, indiki dövrün uşaqları biraz belə də sərt olur, biraz dözməz olur, çətinliyə dözməz olurlar. Amma yox, əksəriyyəti belədir. Çünki belə görmüşük. Mən görməsəydim bunu bacarardınmı? Yox. Allah sənə ömür versin. Bütün bəlkə cəmaət o dövrdə anamın fədakarlığından danışırdı ki, anamın belə sakitliyindən, mehribançılığından, atam acıqlı, əsəbi belə. Düzdür, çox mehriban insan idi, amma əsəbi görünürdü. Evdə belə adam idi. Amma anam çox sakit, mehriban idi. Hamı deyirdi ki, ağabanı, başqası ağamoğlana dözməzdi, ağamanı da. Allah ruhlarını şad eləsin. Anamı Allah köməyin olsun, Allah atanı rəhmət eləsin. Amin. Yəni, bütün ataları, bütün anaları. Mənim keçmişimdə də onlar var. Mən də onlarla nəfəs alıram, onlarla yaşayıram. Keçmişlə yaşayıram da mən. Taku beşavı. Sabahın xeyir. Sabahın xeyir. Nətərsən? Şükür. Daha yaxşı hissən özünü? İndi şükür. Dünən nə haldaydın? Dəhşətsən ay Ruslan dayı. Qoru özünü, içmə bu bulaq suyunu, içmə. İçib özünü. Bulaq suyunu istəyirəm, məcburam. Allah təala onu içmək üçün yaradır. Məcburam istəyirəm. Sən çox içirsən. Su olmasa içmirəm. İçmə, hə. Biraz sən özün də özünə toxtaqlıq ver. Sağalacaqsan inşallah. İnşallah. Allah eləsin ki, vallahi sağ ol. Taku çəkə beka. Taku beka. Nə, taku beşanə bırsan. O qədər yəqin vaxtın olacaq. Deməli indi bu qatlaşana qədər qaynayacaq, hə? Qatlaşanacaq qaynayacaq, bəli. İndi nə qədər ki üstünə çıxacaq. Aha. Ola ki o təndirdən kül çıxardıb qatmadım, ocaq külünü. Hə. O indi qaynaya çıxar üzə. Köpük kimi belə çıxır üzə. Onu tuturam. O qədər nə qədər ki onda çöküntü olacaq, hamısını tutacaq. Onlar duru, şəffaf su qalacaq orada. Hesab elə şəffaf qalacaq. Ondan sonra qaynadırıq, o qədər qatılaşanacaq. Qaynadırıq. Hələ ikinci gecə sizə danışdım ki, duşabdan sonra bizdə məd deyirlər. İkinci onu artıq ikinci mərhələdə ocağı tam söndürürük və başlayırıq onu qarışdırmağa. O qədər qarışdırırıq ki, o qatı halını alır, daha qatı halı alır və rəng olur sapsarı. Və daha o qara rəngli duşab deyil, sarı rəngli məd olur. Belə. Ona biz bəhməzdik. Siz ona bəhməz deyirik. Məd, talış dilində məd deyirik. İndi başqa dildə bəhməz deyirlərsə, Azərbaycan dilində demirəm. Məsələn, istənilən Azərbaycan milləti bura gəlib, onlardan biri də İradə. O deyir ki, biz elə məd, bəhməz elə duşaba deyirik. Belə demədik. Onlar belə deyirlərsə. Sizdə deməli doşab fərqlidir. Bizdə duşab. Duşab onu duru halına. Duru halına doşab deyirsiniz, qatı halına məd deyirsiniz. Tamam. Və eyni ilə turşuda olan kimi. Məsələn, bizdə sizdəki palçıq turşusu demirik. Biz ona deyirik tırşa. Qatı halına. Amma onun duru su halını götürürük ki, rıb deyirik ona. Rıbı ləvəngi eləyəndə tuyuğa çək. Ya da ki, balıq yeyəndə üstünə çək. Nə də ki, mama məsəl üçün o şey turşunu ayrıca hazırlayır. O yumşaq turşunu məsələn. Qatı deyil, o ləvəngiyə qatdığı turşunu. İki qar. Məsələn, alçanı qoymadım ocağa. Heç ona toxunmuram. Üstünə su çıxır. Alçanın öz suyu, şirəsi çıxır üstünə. Suyu oradan tuturam. Elə tuturam ki, ləti çıxmasın, meyvənin ləti çıxmasın üzə. Onu tuturam və onu əlavə qaynadıram. Duru halını alır. Olur eyni ilə nar şərab kimi, açıq, təmiz. İçinə qatqı olmadan. Amma palçıq turşusunu isə həmən orada olanı yenidən tökürəm aş süzənə, pulu süzənə. Onu o qədər qarışdırıram ki, o ləti çıxır, hamısı çıxır. Sadəcə şey qalır, üstdə nə qalır? Bir alçanın üzü, qabığı, bir də ki tomu. Onu qaynada bilir. Yəni bunlar belədir. Yəni bunu bilmək lazımdır. Heç biri qarışdırmaq lazım deyil. Başa düşdüm. Nəysə, proses mənə aydın oldu. İnşallah biz razılaşdıq Aliyə xanımla, Ruslan dayı. Qar yağan kimi mənə deyirsən, mən gəlirəm bura. Hansısa bir isti ölkədə olmasam, gəlirəm qatıqla doşab yeməyə. İnşallah. Təndir çörəyini, yemək falan pişirmirsiniz.
aş bişirmirsiniz, ləvəngə eləmirsiniz, doşab, qatıq, çörək. İnşallah çəkilişə baxanlar olur, qabaq çəkiliş eləmişdim deyə yazacaqlar rayda bəziləri. Hə, qadın işləyir, kişi qalıb ziyəri çəkir. Bilirəm. O pis söz deyənlər həmişə tapılır. Biz artıq buna Pis öyrəşmişik. sözə belə yazırlar, bilsin necə. Yəni onu yazmaya da bilərlər. Başa düşürəm. Mən onu deməyə çalışıram ki, insan bunu fikirləşə bilər. İnsan hər fikirləşdiyini deməməlidir. İnsan filtr eləməlidir. Sözü də kəsdim başda. Deyir Allah Taala insana 2 qulaq verib ki, çox eşitsin, bir ağız verib ki, az danışsın. Bizdə bunun yeri dəyişib. Ona görə də belə xaos yaranır. Yazsın, ray yazsın. Yazanda heç kim olsa savadlı yazsınlar. Sözü kəsirlər, o hərfi kəsirlər, yaza bilmirlər. Bir cümləni quraşdıra bilmirlər. Bunlar məktəb oxumayıblar, yazma onu ora. Ruslan dayı, barmağımı görürsən, bax. Barmağım 2 aydır taksin qapısında qalıb və barmaqlarımı da hamı bilir ki, yoxdur da. Getmişəm ziyarətə, ümrə ziyarətinə, biri yazır ki, Allah qəbul etsin ya. sağ ol Ruslan dayı, sənə qismət. Mənə yazırlar ki, ay Rada xan, etməyin, eləməyin. Bax belə də yazır Allah. Sanki nəsə bir günah iş görmüşəm. Barmağınızdakı lakı təmizləyin, sonra gedin. O boyda deyir ibadətə getmisiniz. Sən görmürsən mənim barmağım şikəst olub. Gəl nəyə baxırlar? Niyə buna yazasan da? Onun üçün deyim ki, hər şey demək, ola bilər ki, fikirləşsən. Birinci fikirləşməməlisən, beynini islah eləməlisən. İkincisi, hər ağla gələn yazmaq olmaz. Bəlkə qarşındakı sən haqqına girirsən, gəl ondan sonra haqqından halallaş. O sözləri yazanda özünü güzgüdə özünə baxsınlar. İndi əsas məsələ sənin sağalmağındır. Qışa qədər vaxt qoyuram sənə. İnşallah. Bir bacı qızı kimi sənə vaxt qoyuram. İnşallah. Dayımı sağlam görmək istəyirəm. İnşallah. Yaxşı. İndi deyəcəklər ki, Ruslan dayısının dayımızdır. Ona da bir sən deyəcəklər. Qısqanırlar, qısqanırlar deyirlər. Allah sənə Ev yoxdur, olsun. qısqanırlar, qısqansın. Əsas məsələ mən dünən ilk dəfə o çayı gördüm. Dünən düşünürlər. Mən hələ o çayı dünən görmüşəm. 5 ilin tamamında çayı ancaq dünən orada görmüşəm. Oradan aşağıdan axan çay yuxarı Şırxal Hala şəlaləsinin ora suyudur. getməmisən, yuxarı pilləkən deyirik ya, ora getməmisən. Görsən gəlmək üçün sıma mən deyirdim gəlmək üçün səbəb yoxdur. Artıq səbəblər çoxalır. İnşallah. İnşallah o da düzələr. Bu gözəlliklə Sım kəndi ilə sağollaşırıq və qışda gəlib bu hazır doşabı yeməyə niyyət edirik. Aliyə xanım, Bəli, öpürəm səni. Allah canına Burada videonu saxlayırıq. İndi sağollaşacaq o heç. Hər zaman sənin nəfəsin, sənin ürəyin bu evin üzərindən əski olmasın. Var olasan, əziz olasan, övladlar, nəvəvin xoş günlərin görəsən. Amin, amin. Allah canına dəyməsin. Bayaq qeyd etdiyim kimi Allah Taala 1000 qat dualarını, 1000 qatını indi fərqli şəkildə. Amin. Amin. Daha gözəl. Qabağına çıxartsın. Ömrümüz və dualarımız niyyətimizdən Bəli, də bəli. gözəl olsun. Bəli, Amin. Amin. Öpürəm səni, əlin qolun var olsun. Allah kömək olsun. Bunlar var. Hadi qalavra ata. Artıq köpüyü yığılır. Köpükdən də küldür də çıxır. Kül, hə. Tək kül deyil. Bütün çirklər. Fəsillər boyu meyvənin üstünə toplanan toz, zat, nə varsa hamısı çıxır. Görürsən, hamısı çıxır. O qədər bu belə daşacaq, daşmaq istəyəcək ki, Bu da mət Axır. təmizlənəndən sonra sakitləşir. Vulkan. Bəli, doğrudan da elədir, görürsən? Görsən soyunla rəngi elə duru deyələ açıqdır. hə. O qədər qaynayacaq ki, qaralacaq da. Daha təmizlənəcək. Daha Ana. təmizlənəndən sonra 1-2 saat var. hə, 1-2 saat, 1 saat belə qaynayacaq, belə sürətlə. O gətirir. Tabii araya yüksək, kambiyyata. Böyle qazaqamaz. Tökürə düşür yerə. Hə, o yox, çox qaynasa qalxacaq. Hə, daşır. Az işləyər, mən də bunun ustasıyam. Sən peşəkarsan heç. Teşekkür. Aynen, no. Başqa şey istəmirəm qalxam. Mən istəyirəm bu sudan olsun. Hə, düz eləmisən. Görsən hər şeydə xeyir varmış.